Mənzil İnşaatı Dövlət Agentliyinə kiberhücumla bağlı cinayət işi açılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Qeyd olunub ki, MEDA-nın növbəti layihələri üzrə bu il dekabrın 3-də ümumilikdə 627 mənzilin elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MEDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilmişdir. Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb. Qeydə alınan müvafiq faktlarla bağlı DTX-da cinayət işi başlanılıb. Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Süleymanlı və Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədi ilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sayəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MEDA-nın güzəştli mənzil informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə bu il dekabrın 3-də saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər ediblər. Qeyd olunan şəxslər DTX tərəfindən Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.